Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlil Səfərov adına Sumqayıt 10 nömrəli tam orta məktəbdə 28 may Müstəqillik günü və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bir uşaq, bir vətən, bir ümid adlı bayram tədbiri keçirilib. Tədbir Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirin açılışında çıxış edən məktəbin direktoru Səmra Quluzadə məktəbin şagirdlərinin milli ruhda tərbiyə olunmasından danışıb. O qeyd edib ki, Cəlil Səfərov adına Sumqayıt 10 nömrəli tam orta məktəbi təhsil ocağı olmaqla yanaşı, həm də milli dəyərləri, vətənpərvərliyi, mədəniyyəti və insani keyfiyyətləri aşılamaq baxımından nümunəvi bir məkandır. Daha sonra çıxış edən Abşeron Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev tədbirin əhəmiyyətinə toxunaraq bildirib ki, bu kimi tədbirlər uşaqların tərbiyəsində və vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır. Tədbirin bədii hissəsində məktəbin şagirdləri Azərbaycanın qəhrəmanlıq tarixini, mədəniyyətini və milli dəyərlərini əks etdirən şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, müxtəlif rəqs nömrələri ilə çıxış ediblər. Şagirdlərin hazırladığı kompozisiyalar alqışlarla qarşılanıb və tamaşaçılarda qürur hissi yaradıb. Cəlil Səfərov adına Sumqayıt 10 nömrəli tam orta məktəb Sumqayıtın ən köklü və nüfuzlu təhsil ocaqlarından biri kimi tanınır. Bu məktəb təkcə akademik nəticələri ilə deyil, həm də şagirdlərin şəxsiyyət kimi formalaşması, milli mənəvi dəyərlərlə tərbiyələnməsi və cəmiyyətdə faydalı fərdlər kimi yetişdirilməsi ilə seçilir. Məktəbdə təhsil müasir dövrün tələblərinə cavab verən formada qurulub. İnteraktiv dərslər metodlarından istifadə olunur. Şagirdlər müstəqil düşünməyə, tədqiqat aparmağa, öz fikirlərini sərbəst ifadə etməyə təşviq edilir. Burada çalışan müəllim heyəti yüksək peşəkarlığa, zəngin pedaqoji təcrübəyə və vətənpərvərlik ruhuna malikdir. Onlar yalnız fən biliklərini deyil, həm də insani keyfiyyətləri şagirdlərə aşılayır. Onların dünya görüşünün və əxlaqi dəyərlərinin formalaşmasına xüsusi önəm verir. 10 nömrəli məktəb həmçinin ictimai mədəni tədbirlərin keçirilməsi, müxtəlif layihələrdə fəal iştirakı və şagirdlərin yaradıcı potensialının üzə çıxarılması baxımından da nümunəvi bir təhsil müəssisəsidir. Məktəb mütəmadi olaraq vətənpərvərlik mövzusunda tədbirlər, sərgilər, müsabiqələr təşkil edir və bu istiqamətdə digər məktəblərə örnək olur. Burada formalaşan mühit, səmimi, qayğıkeş, həmrəylik dolu ab-hava məktəblilərdə təhsil almağa, öyrənməyə və uğur qazanmağa olan marağı daha da artırır. Şagirdlərin respublika və beynəlxalq səviyyəli olimpiyadalarda, yarışlarda və müsabiqələrdə qazandığı uğurlar isə məktəbin yüksək təhsil keyfiyyətinin real göstəricisidir. Cəlil Səfərov adına 10 nömrəli tam orta məktəb bu gün öz fəaliyyəti ilə sübut edir ki, güclü təməl üzərində qurulan təhsil sistemi, peşəkar müəllim kollektivi və məqsədyönlü rəhbərliklə Azərbaycanın sabahını formalaşdıracaq gənc nəslin yetişdirilməsi uğurla davam edir. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.